Bax gəlirik. Yoldaşım budur zəng elədi. Onu da götürürəm, gəlirəm savaşa gəlirik, savaşa. İrana qarşı savaşa gəlirik. Gəlməsək şərəfsizlik. Gəlirik İrana qarşı savaşmağa. Aytən xanım da gəlir. Vətənə xəyanətdə ittiham elədiyiniz. Mən də gəlirəm. 16 il həbs cəzası verdiniz. Amma şərtimiz var. İlham Əliyev, Mehriban Əliyevanın ailəsi, nazirlərin ailəsi də girəcək bizdən savaşa. Bəli. Buyurun Aytən xanım, buyurun. Səsiniz zəif gəlir. Möhkəm danışın. Deyirəm, nə qədər tamaşaçı var, izləyici nə qədərdir hal-hazırda? 2000-dən artıqdır, narahat olma, kəsilib paylaşırsınız. Milyonlar baxacaq, narahat olma. Birini salamlayıram. Mən qısa bir mövzuya toxunmaq istəyirəm. Bax, Türkiyəyə bu boyda raket atıldı. İranın Xarici İşlər Naziri çıxdı, üzr istədi, üzrxahlıq elədi. Dedi ki, səhvən olub, yanlışlıqla olub. Qarşı tərəfdə bunu anlayışla qarşıladı və səhv olaraq da qeyd elədi. Hələ raket atılmışdı. Dünən Azərbaycana dron atılıb, İlham keçib savaş moduna. Yox, hələ dronun biri yerə düşməmiş İlham Əliyev başlayıb savaş. Geri zəkalı. 2 gündür İran mən yenə deyirəm, mən savaş istəmirəm. Mən istəmirəm. Bir sözümü kəsmə bir dəqiqə. Mən istəmirəm. Nə Amerikada savaş olsun, nə İsraildə savaş olsun, nə İngiltərədə, nə İranda. Mən dünyada sülh istəyən insanım. Mən sülh istəyirəm. Mən istəmirəm hər evə bir cənazə getsin, hər evdə ah-nalə ərşə dirənsin. Mən bunları istəmirəm. Sadəcə olaraq dediyim odur ki, necə olur? 2 gündür İranın Xarici İşlər Naziri, İran səfirliyi barbar bağırır ki, bu bizlik deyil, İlham Əliyev keçib savaş moduna. Gerizəkalı, neynəmək istəyirsən? Bəs deyil bu millətin qanına susuyubsan. Bugün də İrandan diplomatik korpusu geri çəkdi, tədbirli geri çəkir diplomatik korpusu. Bu nə deməkdir? Hər an savaşa girə bilər. Yaxşı, indi bir şey deyim də. İndi İlham Əliyev İrana qarşı savaş açdısa, mən dəliyəm İlhamın yanında İrana qarşı savaş açıram. Hələ bu boyda drone şousundan sonra, özləri Naxçıvanı vurdurandan sonra. Dəliyəm İrana tərəf. Sonra mən də İranı dəstəkləyəcəm. Yeni dünya düzəninin, bax, bir şey deyim də. Sözümü kəsmə, bir şey deyim. Yeni dünya düzəninin əsas məqsədi nədir? Dünyada insan sayını azaltmaq, elə deyilmi? Elədir. Qoy İlham Əliyev savaşa girsin İrandan. Qoy axmaqlar getsin, döyüşsün, ölsün. Ən azından Azərbaycanda ağıllılar yaşasın. Bu ağıllı insanlarla biz bir yeni dövlət quraq, yeni hökumət quraq, irəliyə çıxaq. Qoy axmaqlar getsin, ölsün. Qoy savaş işdi. Axırıncı dəfə İran savaşa girməmişdiniz. 1813-1828-ci illərin torpağın bölüşdürülməsi, parçalanmasını düşünün. Savaş istəyən gerizəkalılar. Sizin İlham Əliyeviniz döyüşdən çıxmış, korrupsiyalanmış, qaziləri özünə qəsd edilmiş bir orduyla İranda savaşa bilməz. Çox savaşarsa o, əgər savaşarsa da, sadəcə Araz çayının kənarında bir-iki dənə güllə ata bilər. İran nə edəcək? Raketlərin ağzını çevirəcək. Bakıya, Şəkiyə, Qəbələyə, Qubaya, Qaxa, Zaqatalaya, Balakana mülk əhalini qıracaq. Lazımdır bu sizə. Ən azından demirik çıxın İlhamı devirin. Ən azından çıxın İlhama savaş istəmirik deyə etiraz eləyib. Kim gedib döyüşəcək? Ay millət, bəstirin da. Vallahi bu sizin İlham Əliyevin məqsədi odur ki, bu qədər ac-gic var da, Bunların hamısını toplayım bir yerə, nə mərəsinə və 100 manatdan da paylayım, aparım döyüşdürüm. Bunları belə qırım qutarım. Bunların məqsədi bu deyil. Bunların məqsədi sizin axırınıza çıxmadı. Niyə bunu anlamırsınız? Ağıllılar, vəziyyəti düzgün analiz edənlər, vəziyyəti düzgün başa düşənlər, ölkənin gələcəyini, İlham Əliyevlə gələcəyini görənlər, ölkədən baş götürüb çıxıb gedib. Yerdə qalanlar, yaşlılar, xəstələr, uşaqlar və bir də İlham Əliyevə yaltaqlanan təbəqə var. İndi sizi savaşa sürükləməklə nə demək istəyirlər? Bax, mən sizə əmin eləyirəm ki, bu savaş istirik deyənlər, heç biri gedib orada İlham Əliyevin yanında durub deməyəcəklər ki, hə, biz savaşırıq. Yadınıza gəlir Kəmaləddin Heydərovun oğlanları 2-ci Qarabağ döyüşündə intervyu verirdilər ki, hə, hamımız savaşmalıyıq. Amma müharibə vaxtı haradaydı o uşaqlar? Bankomatda deyildi, bankomatda. Yenə də sizi tırkalayıb savaşa soxacaqlar. Amma özləri küncdə bucaqda gizlənəcəklər, ya xarici dövlətlərdə gizlənəcəklər. Qətiyyən savaş istəməyin. Yaxşı, Qarabağ savaşında deyirdi ki, ərazi bütövlüyümüz bərpa olunur. Yaxşı, əla, bərpa olunsun ərazi bütövlüyümüz. Axı, indi siz qonşu dövlətin ərazisinə müdaxilə eləmək istəyirsiniz. Amerika, İsrail, İran savaş edir. Qoy yesinlər bir-birini, qırsınlar bir-birinin sümüyünü gəmirsinlər. Sizə nə? Dərdiniz nədir? 50 milyonluq Azərbaycanın dərdini çəkirsiniz. Xeyr, siz 50 milyonluq Azərbaycanın dərdini çəkmək iqtidarında deyilsiniz. Çünki siz o 50 milyon sizdən qat-qat yaxşı yaşayır. Bizdən qat-qat yaxşı yaşayır. Şimali Azərbaycandan qat-qat yaxşı yaşayır 50 milyonluq Azərbaycan. Onlar heç vaxtı deyir ki, gəl bizim tərkimizə birləşsinlər. Onlar gəlib heç vaxtı sizin tərkimizə birləşməyəcəklər. İlham da heç vaxtı Böyük Azərbaycanın prezidenti olmayacaq.
və İlham Əliyev sizi ancaq hara apara bilər? Ölümə apara bilər. İlhamla gedəcəyiniz yol sadəcə ölümdür. Kim İlhamla ölümə getmək istəyirsə, hansı ki o sizin bütün sosial təminatlarınızı kəsib, bütün sağlamlığınızı əlinizdən alıb, həyatınızı, gələcəyinizi, sizin düşüncələrinizi, arzularınızı əlindən almış bir insanla siz savaşa gedəcəksinizsə gedin ölün. Bu qədər. Mənim sözüm bu qədər. Sağ ol, var ol, çox sağ ol, çox sağ ol. Bəli, qızışdırmaq üçün nə etdilər? Bax, Qarabağ savaşından qabaq qızışdırmaq üçün Kəmaləddin Heydarovun 2 dənə Petuq oğlu, 2 dənə Petuq oğlu çıxdı nə dedi? Biz dedi voyinkomatda yazıldıq, adımızı yazdırdıq. Biz savaşa gedirik, Qarabağ savaşına. Və yaxşı, o qəhbələr savaş vaxtı hardaydı? Yaxşı, bir sual verin. Bu bombalar Azərbaycana düşsə nə olacaq? Bakıya 3 dənə raket bəs eləyir, buna baxın ki. Ala baxın. Tel Aviv. Baxın, bir raket göydə gör neçə yerə bölünür. Ha, sizin İsrail kimi müdafiə mövqeyiniz mi var? Sizin İsrail kimi sığınacaqlarınız mı var? Sizin İsrail əhalisi kimi yaxşı imkanınız mı var? Sizin İsrailin çoxsu təhlükəsiz yerə gedir, getməyəndə sığınacaqlara yerləşir. Yaxşı. Buradan Netanyahu'ya müraciət edirəm. Mənim müraciətlərimi kəsin, saxlayın ha, bu. Axşam da yadıma salım müraciət edeyim ha, axşam da. İran xalqına müraciət elədim. İndi buradan Netanyahu'ya müraciət edirəm. Buradan Netanyahu, İsrailin baş naziri və Amerikanın prezidenti Donald Trump'a müraciət edirəm. Azərbaycanı İlham Əliyevlə danışıb, gizlicə Naxçıvanı vurub, Türkiyəni də Azərbaycanla bir yerdə İrana qarşı savaşa soxmaq istəyirsiniz. Bunu artıq dün dünya bildi, bunun artıq gizli məqamları ortaya çıxdı, bu biabırçılıq artıq ortaya çıxdı. Biz o yaşda deyilik, nə də o ağılda deyilik ki, bir-birimizdən cif-cif oynayaq. Bir-birimizdən gizdanpaç oynayaq. Ey Trump və Netanyahu, biz İranla savaşa giririk. Molla rejimini devirmək üçün savaşa giririk. Amma bir şərtimiz var. 55 yaşına kimi İlham Əliyev və Mehriban Əliyevanın ailəsində, qohumlarında nə qədər kişi, qadın xaylağı varsa, əsasda kişi xaylağı, qadın lazımdır, kişi xaylağı varsa, İlhamın bakanları, nazirləri, idarə komitə rəhbərləri, generalları, bələdiyyə başkanları, icra başçıları, bütün yəni buynuzu qulaqlarından yekə və buynuzu qulaqları razmerdə nə qədər İlham Əliyevin məmurları varsa, onların balaları, nəvələri, qardaşları, əzizləri savaşa gedəcəksə, şəxsən mən və Azərbaycan xalqı İranla savaşa hazırıq. İranla savaşa girməyə hazır. Yəni İlham Əliyevin, rast ki İlham Əliyev siz tualetə getmə desəniz, İlham Əliyev tualetə getməz. Arvadınla yatağa girmə desəniz, İlham arvadınla yatağa girməz. İlham bu dərəcədə sizin köpəyinizdir. Ey Netanyahu və ey Trump. Sizə deyirəm, savaşa girən biz kas balaları deyilük. Ay sağ ol. İlhamın oğlu da getsin. İlhamın məmurlarının oğlu da getsin. Nazirlərin oğlu da getsin. Biz giririk savaşa. Ölkə xaricində və ölkə daxilində, ölkə xaricində olan bütün məmur balaları, İlhamın oğlu Heydər daxil savaşa girsin, biz giririk. Netanyahu'nun ən əziz adamları savaşda öldü. Netanyahu'nun. Əli Xamneyinin özü qarışıq ailəsi savaşda qırıldı. İlham Əliyev bunlardan artıqdır. İlham Əliyevin qohumları bunlardan artıqdır. Siz İlham Əliyevi savaşa soxmaq gücünüz, qüvvəniz varsa, İlham Kasıbın balasını qırdıra bilməz. Siz birinci bu zamana gəlmək sizin yanlışınızdır. Petuğa Azərbaycanda 560 manat verdirdiniz. Ayaqları, əlləri dibdən olmayan bir belə şir boyda oğlanı pişik boyda eləyib 360 manat verdiniz birinci qrup əlilə. Veterana 80 manat, 50 dollar verdiniz. Uşaq pulu ömrü boyu vermədiniz. İndi də bizi savaşa soxub qırdırmaq istəyirsiniz. Ha? Qətiyyən bir halda xalq, Azərbaycan xalqı savaşacaq. Bir halda. İlham Əliyevin oğlu Heydər prezident eləmək istəmir. Prezident olmağı bacarır. Əskərlikdə oldu. Savaşa girənmir. Ha? Xəstələri, kasıb balaları xəstə ola savaşa soxa bilirlər. Gündə biri ölür. Xəstəymiş deyirsiniz, əskərlikdəymiş deyirsiniz. İlhamın balası gedəmir əskərlik. Ha? Sürü ilə gəzirlər. İlhamın yeznəsi. Hani bizim Azərbaycan dilində bir cümlə bilməyən Emin Ağalarov Azərbaycan xalq artistidir. Azərbaycan fəxri vətəndaşıdır. Azərbaycanda milyardlarla sərmayəsi var. Emin Ağalarov niyə getmir? Ha? Biz gördük ki, Ukrayna savaşında eks-prezidentlər, deputatlar, eks-yox, faktiki deputatlar, məmurlar, bakanlar hamısı silaha sarıldı, Ukraynada savaşdı. Çeçen generallar tanıyıram ki, onun oğlu savaşdı, hətta savaşda ölən general oğlu oldu. İlham Əliyev bunlardan artıqdır. Qətiyyən